Gürcüstanda 15-16 min dollara super lüks avtomobillər ala bilərsiniz. Ölkə kiçik olduğundan avtomobillərin yürüyüşləri də çox az olur. Yəni orada cəmi bir neçə min dollara demək olar ki, sıfıra yaxın bir avtomobil alıb sahib ola bilərsiniz. Avtomobil bazarının bu qədər ucuz olmasının səbəbi isə ölkədə avtomobil vergilərinin çox aşağı olmasıdır. Gürcüstanda hava limanına ayaq bastığınız andan etibarən digər keçmiş Sovet ölkələrində olduğu kimi taksi sürücüləri dərhal yanınıza gəlir. Şəxsi taksi sürücüləri sizi ələ keçirdikdə normal qiymətdən çox daha yüksək məbləğlər tələb edirlər. Bu səbəbdən Moldova, Gürcüstan kimi ölkələrdə Yandex.Go kimi taksi tətbiqlərindən istifadə etməyə çalışın. Gürcüstan Avropa Birliyi ölkələrindən biri deyil. Ancaq ora vətəndaşısınızsa, Şengen vizası çərçivəsində olan bütün ölkələrə viza problemi olmadan gedə bilərsiniz. Bu səyahəti sevən insanlar üçün həqiqətən möhtəşəm bir fürsətdir. Bir də keçmiş Sovet ölkələrinə gedəndə diqqətinizi çəkəcək başqa bir detal var. O da azadlıq meydanlarıdır. Gürcüstanda da paytaxtın mərkəzində bir azadlıq meydanı var və bu meydan Sovetlərdən qurtuluşu, yəni müstəqilliyi təmsil edir.